etmək üçün Astarada yerləşən çay istehsalı müəssisəsinin aqronomu Ağaşirin Ağayevi studiyamıza dəvət etmişik. Ağaşirin müəllim, salam. Salam. Biznes Azərbaycan verilişində xoş gördük sizi. Xoş gördük. Siz uzun müddət Astarada çayçılıqla məşğulsunuz və bu sahədə ən təcrübəli insanlardan birisiniz. Bəli. Buna əsaslanaraq Azərbaycanda hal-hazırda çayçılıqda vəziyyət necədir? Azərbaycanda indiki dövrdə 1100 hektara qədər çay plantasiyası vardır ki, onun da 450 hektarını bizim müəssisəyə məxsusdur. Deməli, 1100 hektar hal-hazırda çayçılıq plantasiyası var. Onun da 450 hektarı bizdədir. Astarada və Lənkəran zonasında, yəni o bölgədədir. Ümumi olaraq çayçılığın əsas istiqaməti elə cənub bölgəsidir. Cənub bölgəsidir. Deməli, çay bitkisi elə bir bitkidir ki, ancaq tropik və subtropik ölkələrdə olur. Bəli. Bizdə də Azərbaycanda subtropik zona kimi əsasən Lənkəran zonası götürülür ki, bu da çayçılığın inkişafı üçün şərait var və torpaq iqlim şəraiti ona imkan verir ki, çayçılığı burada inkişaf etdirək. Azərbaycan çayı Sovet İttifaqının dövründə də dünyada tanınmış çaylardan biri idi. Azərbaycan çayının hansı üstünlükləri, hansı özəllikləri var? Deməli, Azərbaycan çayı həm çayı təmsil edən 3 komponentdən 3-ü də Azərbaycan çayında mövcuddur. Əsasən onun çayın rəngi, onun dadı, bir də ətri. Bu 3 komponent bir-birini tamamladıqda deməli, əsl çay, təbii çay olaraq qəbul edilir. Azərbaycanda istehsal olunan çayın şöhrəti hələ Sovet dönəmində tanınmışdır. Bir neçə dəfə sərgilər keçirmişdir Moskvada. Həmin sərgidə dünyanın bütün çay istehsal edən şirkətləri, çay istehsal edən ölkələrin çayların nümayiş etdirilirdi. Həmin sərgidə degustatorlar iştirak edir. Degustatorlar heç bir ölkənin adı yazılmadan Astara və Lənkəran bölgəsində istehsal olunan çaya bilmədən ən yüksək qiymət vermişlər. Və o dövrdə də bizim çayımız Moskvada 2 dəfə qızıl medala layiq görülür. Çox əla. Sizin şirkət Astarada yerləşir. Bəli. Təxminən neçə ildir çay istehsalı ilə məşğulsunuz? Çay bitkisi uzun müddətə məhsul verir. O, əkildiyi ildən, 8 ildən, 10 ildən sonra orta məhsullarlığa ala düşür. Orta məhsullarlığa. Tam məhsullar 10 ildən sonra düşür. 10 ildən sonra. Ancaq 100-120 ilə qədər bir yerdə məhsul verir. Ona görə də bu bitkiyə maraq var. Bu bitkinin yetişilməsi lazımdır. Çünki bizim çayın indiki dövrdə, yəni keçmiş şöhrəti qayıtmaqdadır. Və sizin şirkət neçə ildir fəaliyyət göstərir? Bizim şirkət 2010-cu ildən fəaliyyət göstərir. 12 illik? 11-ci ildən əkinə başlamışdır. Aha. Həm yaşıl çay istehsal edir, həm də emal müəssisəsi vardır. Ümumi sahəniz, əkin sahəniz 450 hektardır. Hektardır. Bəs istehsal gücünüz nədir? İstehsal gücü, fabrikanın gündəlik istehsal gücü 8-10 tondur. 8-10 tondur. Bu da mövsumudur. Bizdə çay əsasən yaz, payız aylarında yığılır, yaşıl çay kütləsi kimi. Fabrika daxil olur və hər 4 kiloqramdan 1 kiloqram quru çay alınır. Təxminən neçə çeşiddə çay istehsal edirsiniz? Bizim müəssisədə bu saatı 15 çeşiddə çay istehsal olunur. Onlar müxtəlif adlarda buraxılır. Belə ki, klassik çayımız var, pürəngi, premium, gold, incə və s. Yəni 15-ə qədər çeşiddə qiymətlər arasında fərq nə qədərdir? Deyək ki, ən premiumla ən aşağı qiyməti olanlar. Ən aşağı qiymətdə olan təqribən 12-13 manata kimi. Bu hansı satış rəqəmləridir? Ki, dükanda satılır. Mağazası, pərakəndə satış rəqəmləri. 12 manatdan? 12 manatdan hətta 300-dən də biraz. Bu 1 kiloqramın qiymətidir. 1 kiloqramın qiymətidir. Belə də çay fabrikimizdə müxtəlif çeşiddə və müxtəlif çəkidə çəkici bükücü seximiz vardır ki, 100 qramlıq, 150 qramlıq, 200-250 qramlıq, 500 qramlıq və 1 kiloqramlıq çay bükümləri buraxır. Deməli, ortalama məhsuldarlığa biz 8-10 ilə gəlib çatırıq. Bəli. Bu o deməkdir ki, çayçılıq öz-özlüyündə investisiya tələb edən sahədir. Çayçılıq əlbəttə investisiya tələb edəndir, həm də yüksək investisiya tələb edən bitkidir. 1 hektara ən azından 8 il, 10 il müddətinə qulluq edilməlidir. Yəni mütəmadi olaraq hər il
Bu eyni